Emin dedi, trend, digər bizim fikir ayrılığımız var belə şeylərdə Eminlə. Deyir ki, nəyə görə olmasın, bizim söz olsun. Mən amma çox istəyərdim ki, yenə deyirəm, qərarı mən vermirəm. Amma istəyimi deyirəm. Trend də olsun. İndi sosial şəbəkədə mən bugün bu modda deyil, moddadır da deyəsən, modda deyiləm. Bir Z nəslindən çox istifadə edən və ya o qlamur insanlar istifadə edən sözdür. Əgər lüğətdə qlamur sözü varsa, mən istəyərdim o sözdə həmin moda sözü var. Amma mod o əhvalda deyiləm. Modda olmaz. Modda, bu mod sözüdür. Bu o modda deyiləm. Bəli, o ingilis dilində mod sözüdür. 2 onla yazılır. Yəni qlamur sözü varsa, qlamur deməli qlamur insanlar. Modum düşüb deyirlər, hə. Amma qlamur insanlar var da. Lüğətdə var da bu söz. Mənim yanaşmam fərqlidir. Lüğətdə qlamur sözü varsa, qlamur kimlərdir? Misal üçün bizik. Yaxşı, bu qlamur insanlar necə danışacaq? Axı bu cür danışmayan qlamur insanın da danışacağı, istifadə edəcəyi sözləri mən istəyərəm ki, lüğətə salsınlar. Və bu bizim kinoda, dublyajda, teatrda bizə imkan verəcək ki, biz qanunu pozmadan çünki biz qanuna tabe vətəndaşıq və maşında siz dediyiniz kimi biz qayda qanunla sürürük. Mən də istəyirəm ki, mənə imkan verin, mən qanunu pozmayım da, yəni paralel yollar çəkin. Bugünkü söhbətimizin də təzə körpülər salsınlar. Yəni mən bunu istəyirəm. Bugünkü söhbətimizin də elə əsas qayəsi odur ki, daha da zənginləşdirək dilimizi Kəmalə xanım. İstər dublyaj dili, istər kino dili, istər həkim, fərqi yoxdur hansı sahənin insanı olursa olsun. Və bu söhbəti də ona görə elədik ki, hansısa bir lazım olan insanlar, instansiyalar bura bəlkə bizə qulaq asıb nələrsə icra elədilər.